Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle Hud suresi 7. ayda buyurur ki: "Ve huvellezî halakas semâvâti vel arda fî sitteti eyyâmin ve kâne arşuhu alel mâ liyebluvekum eyyukum ahsenu amela." Ərşi su üzərində ikən hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün göyləri və yeri 6 gündə yaradan odur. Bu ayətdə diqqət çəkmək istədiyim, danışmaq istədiyim mövzu əhsənu amələ, gözəl və yaxşı əməl sahibi məsələsidir. Fudeyl ibn İyad tabiinin böyük alimlərindən də bilirsiniz. Bu ayətin o hissəsi ilə bağlı buyurur ki, yaxşı əməl ixlaslı və doğru olan əməldir. Və soruşurlar ki, ey Alinin atası, nədir yaxşı əməl, doğru və ixlaslı olan əməl nə deməkdir? Və o buyurur ki, qalə innəl amələ izə kənə xalisən və ləm yəkun savabən ləm yəqbul. Əgər bir əməl ixlaslı olsa, lakin doğru olmasa qəbul olunmaz. Və izə kənə savabən və ləm yəkun xalisən və ləm yəqbul hatta yakuna halisən savabən. Həmçinin bir əməldə doğru olsa amma ixlaslı olması yenə qəbul olunmaz. Və bir əməlin qəbul edilməsi üçün həm doğru, həm də ixlaslı olması lazımdır. Və arxasınca buyurur ki, "Vel halisu izə kana lillah." İxlaslı olmaq, əməlin ixlaslı olması Allah üçün olmasını lazım edir. Və savabu izə kana alə sünnə. Doğru olması isə sünnə üzərinə olmasını lazım edir. Yəni burada Fudeyl ibn İyad rahimehullah Əhsənu amələ, bu ayənin bu qismi, yaxşı əməl, gözəl əməl qismini ixlaslı və sünnəyə uyğun əməl olaraq izah edir və təfsir edir. Baxın, burada çox önəmli bir məqam var. Bir əməlin, yəni qəbul şərtindən danışır Fudeyl ibn İyad. Bir əməlin qəbul olunması üçün mütləq onun ixlaslı bir şəkildə sadəcə və sadəcə Allah üçün edilməsi və Rasulullah sallallahu aleyhi və səlləm onu bizə necə öyrədib, necə edibsə o şəkildə etmək şərti var. Əgər əməl ixlaslı olsa, ola bilsin ki, bir kəs Allah üçün edir bunu, Allahın razılığını qazanmaq üçün niyyəti xalisdir, amma Peyğəmbər sallallahu aleyhi və səlləmə müxalif bir şəkildə edirsə, o əməlin bir önəmi yoxdur, bir dəyəri yoxdur. Çünki niyə? Rasulullah sallallahu aleyhi və səlləmin öyrətdiyi kimi əməli yerinə yetirməyib. Və ola da bilər insan zahirən əməli sünnə üzərinə edir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm həmin əməli necə göstəribsə o şəkildə əməl edir. Lakin burada Allahın rızası yoxdur və ya Allah azza və cəllənin rızası ilə bərabər başqalarının da razılığını qazanmaq və dünyəvi mənfəətləri qazanmaq. Yəni riya vardır və ya ucub kimi, əməli bəyənmək kimi qəlbi xəstə edən məsələlər vardır. Ona görə buna diqqət eləməliyik. Bu iki şeyə xüsusi diqqət eləməliyik. Əməl Allah üçün olmalıdır. Niyyətlərimizi tez-tez yeniləməliyik, Allahın rızasını qazanmaq üçün əməl etməliyik, əmələ durduğumuz zaman xalis olduğundan əmin olmalıyıq. İkinci hal, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğunluğu təyin eləməliyik. Yəni, bir əməl etdiyimiz zaman onu oxumalı, öyrənməli, soruşaraq öyrənməliyik ki, bu etdiyim əməl Allah Resulü sallallahu aleyhi və səlləmin göstərdiyi şəkildə, sünnəsində bildirdiyi şəkildədirmi, yoxsa ona müxalif bir şəkildədirmi? Əməlin qəbulu əgər bu iki şərtdirsə, mütləq hər bir müsəlman kişi və qadın bir əməl etmədən öncə bu iki məsələdə dəqiqliyini qorumalıdır və təyin etməlidir. Allah azə və cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi rabbil aləmin.